şuursuz istehlakçı tendensiyaları çoxalır. Buna səbəb Instagramdır, sosial mediadır, insanların səyahətə getməyidir. Psixoloji durumlar da məncə rol Bəli, oynayır. insanların təkləşməyidir. Bu yaxşıdır da, İnsanların pis deyil. Niyə? Alış üçün, yəni dövriyyə üçün yaxşıdır da, yox? Əslində satan üçün kapitalizm. yaxşıdır. Aha, okey. Bəli, amma kapitalizmin mənfi tərəfləri də odur ki, insanlar ancaq istehlakçı ruhundadılar. Dünən məhsullara qarşı istehlakçı yanaşma göstərirlərsə, sabah artıq insanlara qarşı da belə olacaqlar. Yəni tükətdim, artıq next. Yəni bir bağlılıq, bir dayanışma, bir loyallıq yaranmır. Bir yarış var sosial mediada. Hamı biraz öncə dediyimiz kimi görüntüyə önəm verdiyinə görə, vizuala önəm verdiyinə görə biz hamımız gözəl, qəşəng həyatları göstəririk və onun içərisində nə qədər dərk edirik bu məhsulun mənim həyatımda yeri, mənə faydası, məndən sonra təbiətə. Bunu ümumiyyətlə heç kim düşünmür.